Salam, hər vaxtınız xeyir dostlar. Mənim adım Vasifdir və bu mənim YouTube kanalımdır. Hər biriniz xoş gəlmisiniz mənim YouTube kanalıma. Və özüm barədə kiçik bir məlumat vermək istəyirəm. 28 yaşım var və 6 ildən çoxdur ki, peşəkar səviyyədə fitnesslə məşğulam. Lakin bu mənim əsas peşəm deyil. Mənim əsas peşəm belə deyil, ixtisasım əsasən digər bir sahədir. Lakin mən fitness sahəsində 6 ildir ki, tam olaraq natural qaydada idmanla məşğulam və bu illər ərzində öyrəndiyim və öz üzərimdə həyata keçirdiyim bütün məlumatları sevə-sevə sizinlə, bütün dostlarla paylaşmaq istəyirəm. Hansı ki, çox inanıram ki, bu məlumatlar hər bir idmana başlamaq istəyən insan, fitnessə başlamaq istəyən dostlarımız üçün çox-çox faydalı olacaq. Buna görə də sizə təklifim budur ki, bu kanala abunə olub bizi izləyəsiniz və daim videolarımızdan xəbərdar olasınız. Və ilk öncə başlamaq istəyirəm. İlk öncə bu mənim ilk videomdur, sizinlə paylaşmaq istədiyim və burada əsas nüansları nə olduğunu sizə tam açıq şəkildə izah eləyəcəm. Çox xahiş edirəm, tam diqqətlə qulaq asın və idmana başlamamışdan, fitnessə başlamamışdan qabaq nələri etmək lazım olduğunu tam olaraq ödənişsiz şəkildə anlamış olasınız deyə bu videonu axıra qədər izləyin. Və çalışacağam ki, bütün videolar əsasən 8, 10, 15 dəqiqə aralığında olsun ki, belə deyim, çox sıxıntılı olmasın sizin üçün və rahat şəkildə izləyib öz fikirlərinizi birləşdirə biləsiniz. İlk öncə fitnessə başlamamışdan qabaq əziz dostlar, nə etməliyik? Biz özümüzə vizyon və məqsəd seçməliyik. Baxın dostlar, fitnessə başlamaq ümumiyyətlə bir qərardır və bu qərarı ilk öncə özünüzə verməlisiniz və hara getmək istədiyinizi, vizyonunuzu və planlarınızı belə deyim, detallı şəkildə analiz eləməlisiniz. Bu necə baş verir? Vizyon olaraq mən deyərdim ki, siz bu idmanla niyə məşğul olmaq istəyirsiniz? Peşəkar bir fitness məşqçisi mi olmaq istəyirsiniz? Yoxsa podiumlara, yarışlara mı çıxmaq istəyirsiniz? Yoxsa bu sizin üçün sadəcə bir enjoy olacaq, hər hansısa bir istirahət edəcəyiniz bir sahə kimi bu işə başlamaq istəyirsiniz? Bu vizyonunuzdur artıq sizin. Məsələn, mən özümdən götürürəm. Mən tam olaraq sağlam şəkildə, natural şəkildə sağlam bədən və fiziki, estetik bir görünüş üçün bu idmanla məşğul oluram. Yəni mənim hər hansısa bir yarış və yaxud fitness məşqçiliyi ilə bağlı bir planım yoxdur hal-hazırda. Bu məsələn mənim vizyonumdur. Və çox xahiş edirəm, öncədən yəni planlayasınız ki, mən tam olaraq natural şəkildə öz ixtisasım üzrə, yəni bu sahə üzrə, fitness üzrə məlumatlarımı sizinlə paylaşacağam. Yəni tam olaraq sağlam bir şəkildə, çox yaxşı bir forma sizə maraqlıdırsa, bu sizin üçün çox-çox faydalı olacaq bu videolar. Bu bizim ilk dərsimizdir və mən ilkin məlumatları sizə verməyə artıq başlayacağam. Sadəcə son məlumatlarımı da verim ki, dərslər üzrə ətraflı məlumatlar paylaşacağam. Aşağıda rəy bölməsində hər hansısa bilmək istədiyiniz və yaxud ətraflı açıqlama deməyimi istədiyiniz mövzuları öncədən yazırsınız, mən onları qeyd edirəm və onlar üzərində işləyəcəm, çalışırım. Və başlayaq. Ümumiyyətlə, fitnessə başlamamışdan qabaq, biz zala getməmişdən qabaq ilk növbədə qiyabi biliklərə yiyələnməliyik. Necə? Yəni, bizim praktikadan öncə qiyabi biliklərimizin olması bizim üçün çox önəmlidir. Çünki biz bədənimizi tanımadan, əzələ qruplarımızı, skelet sistemimizi, bir sözlə anatomiyanın, preanatomiyanın, yəni anatomiyanın ilkin giriş biliklərini bilmədən zala getməyimiz tamamilə yanlışdır. Bu, tam olaraq şəxsi mənim qərarımdır və ilk növbədə mən sizə təklif edirəm bir yoldaşınız, dostunuz kimi ki, bədəninizi tanıyın. Və biz bugün ilk dərs olaraq bədənimizi tanımağa çalışacağıq, əzələlərimizin, skelet sistemimizin bizim üçün nə kimi faydalı olduğunu və onları hansı qaydada, belə deyim, işlədəcəyimizi öncədən qiyabi şəkildə öyrənmiş olacaq. Beləliklə, bugünkü dərsimiz bizim anatomiyaya girişdir və bu bizim, belə deyim, bədən üzvlərimizin və əzələ sistemimizin ilkin görünüşüdür. Muscular sistem, yəni əzələ sistemi. Başlayaq əziz dostlar. Əzələ sistemini biz çox qısa öyrənəcəyik. Çalışacağam ki, yəni dediyim kimi qısa bir video olsun, sizi yormayayım. Ona görə ən vacib məsələləri sizə ilkin olaraq izah edəcəm. Bilmək, daha dərin öyrənmək istədiyiniz mövzuları isə sonrasında yorumlara yazacaqsınız, mən sizə bildirəcəm. Biz bugün ön korpus və arxa korpus üzrə əzələ qruplarını ətraflı şəkildə müzakirə edəcəyik. Ümumiyyətlə, əzələ sistemi nədir? Bu barədə kiçik bir danışaq. Bədənimiz, əzələlərimiz, ümumiyyətlə 3 əsas növümüz var. Bu, birincisi skelet əzələlərimizdir. Baxın, qırmızı toxumalar şəklində gördüyünüz bütün əzələlər bizim skelet əzələlərimizdir. Yəni, bu skelet əzələlərimiz bizim birbaşa olaraq öz iradəmizə bağlıdır və iradəmizlə hərəkət edir. Hamar əzəlilər bizim daxili orqanlarımızda olur, yəni bu ürəkdə, mədədə və digər kimi damarlarda olan əzələ qruplardır, hansı ki biz bunun belə deyim, məşq zamanı idarə edə bilmirik. Bunlar tam olaraq anatomik şəkildə özləri öz fəaliyyətlərini bərpa edirlər. Ürək əzələsi isə bizim üçüncü əzələ qrupumuzdur ki,
Buna miokard deyirlər. Yəni tam olaraq ürəyin ömür boyu dayanmadan işləyə bilməsi üçün hərəkət edən bir əzələ qrupudur. Deməli, əzələlər ümumiyyətlə necə işləyir? Bu barədə sizə kiçik bir məlumat verim. Əzələlər itələyə bilmir. Yəni onlar yalnız çəkmə, yığılma funksiyasını yerinə yetirir. Yəni məsələn biz qolumuzu bükəndə bisepsimiz yığılır və sümüyü özünə tərəf çəkir. Amma hərəkətin əksini etmək üçün isə məsələn mütləq qarşı tərəfdəki əzələ, yəni antonogist işə düşməlidir. Baxın, biceps əzələmiz budur. İndi ətraflı bu barədə də biz danışacağıq. Və indi isə biz daha bir mövzu haqqında danışaq. Bu tendonlardır. Tendonlarımız nədir? Baxın, burada ağ rəngdə gördüyünüz bu qruplar, bunlar bizim tendonlarımızdır. Hansı ki, tendonlar əzələni sümüyə bağlayan çox möhkəm bir bağ sistemi. Yəni bizim bütün əzələlərimiz təbii ki, sümüklərimizə bağlanır və tendonlar həmin əzələ qruplarını bizim sümüklərimizə bağlayırlar. Belə, yəni əzələlərimiz bədənimizin əsas enerji depolarıdır. Onlar əsasən əzələlərimiz glikogen, yəni şəkər ehtiyatı saxlayırlar özlərində və hərəkət zamanı, bizim etdiyimiz hərəkətlər zamanı onlar bunu yanacağa çevirirlər. Yəni nə qədər bizim sağlam kütləmiz, sağlam əzələ kütləmiz varsa, maddələr mübadiləmizdə, yəni metabolizmamızda bir o qədər sürətli inkişaf etmiş olur. Okay. Bura qədər hər şeyi anladıqsa, biz keçək yavaş-yavaş əzələ qruplarımıza və danışaq. Deməli, əziz dostlar, qarşıdan görünüşümüzə fikir veririk və bizim 3 əsas burada hissəmiz var. Birinci ön hissəmizdir. Ön hissəmizdə deməli üst korpusumuz. Baxın əziz dostlar. Bu bizim sağ və sol olmaqla böyük əzələ qrupumuz olan sinə əzələlərimizdir. Fikir verin. Sinə əzələlərimizin 2 hissəsi var. Right pectoralis major və left olan hissə. Və çiyin əzələlərimizi görürsünüz, delta əzələlərimizdir. Bunlar qolların üst hissəmizdə yerləşir və üçbucaq formalı olan əzələ qruplarımızdır və qolun hər tərəfə hərəkətini, yana açmanı, qaldırmanı təmin edir. Bu gördüyünüz hər iki əzələ qrupu deltalardır, yəni çiyin əzələlərimizdir. Okay, sinə əzələlərimiz, çiyin əzələlərimiz, üzr istəyirəm, çiyin əzələlərimiz, bir dəqiqə bunu da göstərim. Aha. Və keçirik bisepslərimizə. Biceps, baxın, bu əzələ qruplarımızdır. Biceps birəçi gedir, hansı ki iki başlı qol əzələsidir. Fikir verin, zəhmət olmasa. Sağ və sol olmaqla iki başlı əzələ qrupumuzdur. Üzr istəyirəm. Hər iki tərəfdə eyni qaydada iki başlı əzələ qrupumuzdur. Və mərkəz hissədə bizim, gördüyünüz kimi bir dəqiqə üzr istəyirəm. Bu hissəmiz isə bizim abdominalsımızdır, yəni qarın əzələlərimizdir. Hansı ki, şəkildə mərkəzdə görürsünüz, bu hissədə bizim six-pack əzələlərimiz yerləşir. Yəni, belə deyək, buna deyirlər 6 qatlı da belə deyək, 6 paketli ümumi deyək. İngilisindən biraz tərcüməni tam dəqiq deyə bilmirəm, six-pack gedir. Və bədənin həmin bu six-pack əzələlərimiz bizim bədənimizin mərkəz sabitliyini və onurğanın əyilməsini təmin edən əsas əzələ qruplardır. Bunu da zəhmət olmasa yadınızda saxlayın və yaxud hər hansısa bir yerə də yaza bilərsiniz bu barədə ətraflı məlumatları. Keçirik aşağı əzələ qruplarımıza. Burada əsas diqqət yetirəcəyimiz mövzu quadricepsdir. Baxın, 4 başlı əzələ, quadriceps, quad sözü ümumiyyətlə 4 deməkdir və hər birini sizə göstərəm. Birinci əzələ qrupu, ikinci əzələ qrupu, üçüncü və dördüncü əzələ qrupu hər iki tərəfdə. Bu 4 başlı bud əzələmiz bizim oldu adı quadriceps. Funksiya olaraq soruşsaz ki, hansı funksiyanı yerinə yetirir? Budun ön hissəsindəki ən böyük əzələ qrupumuzdur bizim quadricepslərimiz. Yəni, bizim diz oynağımız ilə diz oynağımızın əsasən düzləşməsini təmin edən əsas əzələ qrupudur quadriceps. Və bizdə burada, baxın, üzr istəyirəm. Anteriorları görürsünüz, tibialislərimiz. Bunların adı tibialis anteriorlardır. Hansı ki, bu, baldırın ön hissəsi yerləşən əzələ qruplarımızdır və ayaq pəncəmizi təbii ki, yuxarı qaldırmaq üçün kömək edən funksiyanı yerinə yetirirlər. Baxın, gördüyünüz bu əzələ qrupları. Yaxınlaşdırdım ki, hər ehtimalla görəsiniz. Yəni, belə. İlkin olaraq bu bizim ilk dərsimizdir və mən çox yükləmək istəmirəm. Əslində, məlumatlarım çoxdur, sizə verə biləcəyi, amma təbii ki, dərsin müddətini elə də uzun etmək istəmirəm və bir də sizin yəni, fikirlərinizi öyrənmək istəyirəm. Hansı hissəni başa düşmədinizsə, onun üzərindən bir dəfə keçə bilərik. Mən çox kiçik bir məlumat verdim, amma təbii ki, bu əzələ qrupları haqqında çox böyük məlumatlar var və mən əslində çox istərdim ki, hər birini sizə xırdalığına qədər izah edim ki, məşq zamanı bilirsiniz necədir, ətraflı məlumatınız olduqdan sonra məşq zamanı məşqinizin keyfiyyəti hətta mən deyərdim 3-4 dəfə daha keyfiyyətli olacaq. Çünki siz bunu artıq
avtomatik olaraq xəyalən başa düşəcəksiniz işlədiyiniz əzələnin qruplarının formasının, fiziki xüsusiyyətlərini, belə deyim, onlara etdiyiniz təzyiqin hansı hissələrinə nə qədər paylandığını, hər birini real şəkildə gözünüzün qabağına gətirə biləcəksiniz. Buna görə də ilkin anatomiya dərslərimizi diqqətlə dinləyirsiniz və istənilən bir sualınızı soruşursunuz. Belə, bu bizim ön korpusumuzdur, yəni ön korpus əzələlərimizdir. Hansı ki, ən çox işlətdiyimiz əzələ qrupları haqqında danışdıq. Bisepsimiz, delta çiyin əzələlərimiz, sinə əzələlərimiz, abdominalsımız, hansı ki, qarın əzələlərimiz və six pack, quadricepslərimiz ön but hissələrimizdir və aşağı hissəndə ətraflı məlumatlarla, yəni anterior əzələlərdə, buna tibialis anterior əzələlər deyirlər. Və bu ilkin olaraq bu əzələ qrupları barədə məlumatları vermiş olduq. Videomuz biraz uzun çəkdi, 13 dəqiqədə artıq biz danışırıq. Mən istərdim ki, ilkin dərsi burada yekunlaşdırım. Arxa korpus barədə isə digər videoda ətraflı məlumat verəcəm. Əziz dostlar, bu mənim ilkin videomdur. Biraz, belə deyim, həyəcanlı və yaxud informasiya cəhətdə hər hansısa bir qüsurum olsa üzrlü sayın. Çalışacağım ki, qarşı dərslərdə bu barədə ətraflı öz üzərimdə işləyim. Belə. Çox sağ olun ki, dinlədiniz, minnətdaram və öz fikirlərinizi bildirməyi, suallarınızı bildirməyi unutmayın. Qarşıdakı dərslərdə inşallah görüşənədək. Hələlik sağ olun.